etiraz olaraq vəzifəsindən getdi. Ölkəsindən kənarda da sevildi. İnsanları göz yaşına boğan İlber Ortaylı kimdir? Türkiyəli tarixçi, alim və publisist İlber Ortaylı 21 may 1947-ci ildə Avstriyanın Bregenz şəhərində bir köçkün düşərgəsində Krım Tatarı bir ailənin uşağı olaraq dünyaya gəlib. 1949-cu ildə 2 yaşı olanda ailəsi ilə birlikdə İstanbula köçüblər. Daha sonra Ankara'ya köçərək orada Etlik İbtidai məktəbində oxuyub. Anası onu Rusiya tarixi, dili və ədəbiyyatı ilə erkən yaşlarından tanış edib. Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini və Ankara Universiteti Dil və Tarix Coğrafya Fakültəsinin tarix bölməsini bitirib. Viyana Universitetinin Slavyanşünaslıq və Şərqşünaslıq bölümündə təhsil alıb. Magistr təhsilini Chicago Universitetində professor Halil İnalcıq ilə aparıb. 1974-cü ildə Tənzimatdan sonra yerli idarəetmələr adlı dissertasiyası ilə doktorluq dərəcəsi almış və 1979-cu ildə Osmanlı İmperiyasında Alman təsiri adlı əsəri ilə dosent olub. 1982-ci ildə dövlətin akademik siyasətinə etiraz olaraq vəzifəsindən istefa verib. Viyana, Berlin, Paris, Princeton və Moskva kimi beynəlxalq universitetlərdə qonaq professor olub və bir çox Avropa universitetində seminarlar keçib. İlber Ortaylı'nın neçə dil bildiyi hər zaman maraq mövzusu olub. Tarixçinin türk, rus, fars, italyan, ingilis, alman və fransız dillərində yüksək səviyyədə olduğu və əlavə olaraq latın dilini də bildiyi söylənilirdi. Ortaylı'nın çoxsaylı dillərə yiyələnməsi onu qlobal miqyasda tanınmış bir şəxsiyyətə çevirib. O həmçinin 2005-2012-ci illərdə İstanbulda yerləşən məşhur Topkapı Sarayı Muzeyinin direktor vəzifəsində çalışıb. Rəhbərlik dövründə muzeyin beynəlxalq tanıtımı və elmi fəaliyyəti daha da genişlənib. 2019-cu ildə yayımlanan və oxucularını təsirləndirən Bir ömür nasıl yaşanır adlı əsəri Ortaylı'nın ən yaxşı əsərləri arasında qəbul olunur. Bu kitab insan həyatını necə dəyərli edəcəyi ilə bağlı dərin düşüncələr təqdim edir. İlber Ortaylı 1981-ci ildə Ayşe Özdal ilə evlənib. Lakin 1999-cu ildə ortaya çıxan qeydlər Ortaylı'nın həyat yoldaşı ilə ayrıldığını göstərən sənədlər ortaya çıxardı. Bu hadisə onun şəxsi həyatı ilə bağlı maraq doğurdu və ictimai müzakirə mövzusuna çevrildi. İlber Ortaylı'nın evli olub olmaması və evliliyin təfərrüatları zaman-zaman bəzi mənbələrdə qeyri-müəyyənlik yaradır, eyni zamanda pərəstişkarları və izləyiciləri arasında suallar doğururdu. Tarixçi biliyi və təcrübəsi ilə tez-tez xəbər başlıqlarına çıxsa da, ən çox verilən suallardan biri onun övladları ilə bağlıdır. Ortaylı'nın yeganə övladı qızı Tuna Ortaylı 1982-ci ildə İstanbulda anadan olub. Qeyd edək ki, sağlamlıq problemi səbəbi ilə 6 gün reanimasiyada qalan 79 yaşlı məşhur Türkiyəli tarixçi İlber Ortaylı bu ilin 13 martında vəfat edib.